uşaqlar, bugün mən sizə 3-cü sinif riyaziyyat dərsliyinin iş dəftərindən səhifə 25-ini həll edəcəm. 2 rəqəmli ədədin 1 rəqəmli ədədə bölünməsi. 24-ü 2-yə bölürük. Əvvəlcə 2-ni 2-yə bölürük. 1. 1-i vururuq 2-yə, yazırıq burada. 2-dən 2-ni çıxırıq, yazırıq 0. İndi isə 4-ü gətiririk. 4-ü 2-yə bölürük. 4 bölünsün 2, 2 edir. 2, 2-nin 4, 0. 3-ü 3-ə bölürəm 1. 1 üçün 3. 3-dən 3-ü çıxıram 0. 9-u gətirirəm. 9-u 3-ə bölürəm 3. 3 üçün 9. Burada isə qaldı 0. 84-ü 2-yə bölürük. 8-i 2-yə böləndə 4 edir. 4 2-nin 8. 8-dən 8-ə çıxıram 0. 4-ü 2-yə bölürəm 2. 2 2-nin 4. Burada da 0 qaldı. 6-nı 2-yə bölürəm 3. 3 2-nin 6. 0. 2-ni gətirirəm bura. 2-ni 2-yə bölürəm 1. 1 2-nin 2. Cavab 31. 6-nı 2-yə bölürəm 3. 3 2-yə bölürəm 6. Yazdım burada. 0. 4-ü gətirirəm. 4-ü 2-yə bölürəm 2. 2 2-nin 4. 9-u 3-ə bölürəm 3 edir. 3 üçün 9-u yazdım burada. 9-dan 9 çıxıram 0. İndi isə 6-nı gətirirəm. 6-nı 3-ə bölürəm 2. 2 üçün 6. Cavab 32-dir. 8-i 8-ə böləndə 1. 1 8-in 8. 0. Bu 8-i yenə gətirirəm bura. 8-i 8-ə böləndə 1. 5-i 2-yə bölürəm. 5-i 2-yə böləndə qalıqlı qalacaq. 5-i 2-yə bölürəm 2. 2-ni 2-yə vururam 4. Yazıram burada. 5-dən 4-ü çıxıram 1. İndi isə 4-ü gətirib 1-in yanına qoyuram. Edir 14. 14-ü də 2-yə böləndə edir 7. 7 2-nin 14. 4-ü 3-ə böləndə 1 qalır. 1 üçün 3. 4-dən 3 çıxıram 1. 8-i gətirirəm yanına. 18-i də 3-ə böləndə 6 edir. 6 üçün 18. 7-ni 4-ə bölürəm 1. 1 4-ün 4. 7-dən 4-ü çıxıram 3 qalır. 3 4-ə bölünmədiyi üçün 6-nı gətiririk yanına. 36-nı 4-ə böləndə 9 edir. 6-nı 4-ə böləndə 1 dəfə düşür. 1 4-ün 4. 6-dan 4-ə çıxırıq 2. 4-ü gətiririk yanına qoyuruq. 24-ü 4-ə böləndə 6 edir. 6 4-ün 24. 9-u 7-yə böləndə 1 düşür. 1 7-nin 7. 9-dan 7-ni çıxıram 2. Bu 1-i gətirirəm yanına. 21-i 7-yə böləndə 3 edir. 3 7-nin 21. 4-ü 3-ə bölürəm 1. 1 üçün 3. 4-dən 3-ü çıxıram 1. 2-ni gətirirəm yanına. 12-ni 3-ə böləndə 4 edir. 8-i 7-yə böləndə 1 düşür. 1 7-nin 7. 8-dən 7-ni çıxıram 1. 4-ü gətirirəm yanına. 14-ü 7-yə bölürəm 2. 2 7-nin 14. 0 qaldı burada. Sütun şəklində yazmaqla qisməti tap. Cavabı vurma ilə yoxla. 63-ü sütun şəklində bölürəm 3-ə. 6-nı 3-ə bölürəm 2. 2 üçün 6 edir. 0. 3-ü yazıram burada. 3-ü 3-ə bölürəm 1. 1 üçün 3. Cavab etdi 21. Cavabı vurma ilə yoxla dediyi üçün bu 21-i 3-ə vururam. 21 vurulsun 3. 3 1-in 3. 3 2-nin 6. 80 bölünsün 4. 8-i 4-ə bölürəm 2. 2 4-ün 8. 8-dən 8 çıxıram 0. Burada 0 qaldığı üçün o 0-ı 2-nin yanına qoyuram. İndi isə yenə yoxlayaq vurma ilə. 20 vurulsun 4. 4 0-ın 0. 4 2-nin 8.
26'nı bölürəm 2-yə, 2-ni 2-yə bölürəm 1, 1 2-nin 2. 6-nı yazıram burada. 6-nı 2-yə bölürəm 3, 3 2-nin 6. Dirsə vurma ilə yoxlayaq. 13-ü vururam 2-yə. 2 3-ünün 6, 2 1-in 2, cavab 26. 93 bölünsün 3. 9-u 3-ə bölürəm 3 edir. 3 3-ün 9, 0, 3-ü qoyuram bura yenə. 3-ü 3-ə bölürəm 1, 1 3-ün 3. Sən yenə yoxlayaq. 31 vurulsun 3, 3 1-in 3, 3-ün 9. 82 bölünsün 2, 8-i 2-yə bölürəm 4, 4 2-nin 8 yazıram burada. 8-dən 8 çıxıram 0, 2-ni yazıram burada. 2-ni 2-yə bölürəm 1, 1 2-nin 2. 41-i vururam yoxlamaq üçün 2-yə. 2 1-in 2, 2 4-ün 8. 72 bölünsün 3. 7-ni 3-ə böləndə 2 dəfə düşür. 2 3-ün 6. 7-dən 6-nı çıxıram 1, 2-ni gətirirəm yanına qoyuram. 12-ni 3-ə böləndə 4 edir. 3 4-ün 12 0. 24-ü yoxlayıram yenə 3-ə vururam. 3 4-ün 12, 2 yazırıq 1 yadda. 3 2-nin 6, o da 1 7. 80 bölünsün 5. 8-i 5-ə böləndə bir dəfə düşür. 1 5-in 5. 8-dən 5-i çıxıram 3. 3 5-ə bölünmədiyi üçün 0 gətirirəm yanına. 30-u 5-ə böləndə 6 edir. 6 5-in 30. İndi isə yenə yoxlayıram. 16 vurulsun 5. 5 6-nın 30 edir. 0 yazıram 3 yadda. 5 1-in 5, o da 3 8 edir. 42 bölünsün 3. 4-ü 3-ə böləndə bir dəfə düşür. 1 3-ün 3. 4-dən 3-ü çıxıram 1 qalır. 2-ni gətirirəm yanına. 12-ni 3-ə böləndə 4 edir. 4 3-ün 12. İndi isə yoxlayırıq. 14 vurulsun 3. 3 4-ün 12-ni 2 yazırıq bir yadda. 3 1-in 3, o da 1 4. 72 bölünsün 6. 7-ni 6-ya böləndə bir dəfə düşür. 1 6-nın 6. 7-dən 6-nı çıxıram 1. 2-ni yazıram yanında. 12. 12 bölünsün 6. 2 dəfə düşür. 2 6-nın 12. Da çıxıram 0 qalır. 12-ni vurub yoxlayıram 6-ya. 2 6-nın 12, 2 yazıram bir yadda. 6 1-in 6, o da 1 7. 98 bölünsün 4. 9-u 4-ə bölərkən 2 dəfə düşür. 2 4-ün 8 yazırıq burada. 9-dan 8-i çıxıram 1. 8-i yenə yazıram burada. 18 olur. 18-i 4-ə bölürəm. 18-i 4-ə böləndə 3 4-ün 12, 4 4-ün 16. Da qalıq qalacaq. 18-dən 6 çıxanda 2. Qalıq qaldı burada. Yəqin ki, nəsə səhvli olub. Heç birində qalıq qalmamışdı. 24-ü indi isə 4-ə vururam. 4 4-ün 16, 6 yazırıq bir yadda. 4 2-nin 8, o da 1 9, 96. Qalığı da üstünə gələrsək edir 98. İfadələrin qiymətini hesabla. Mötərizə olduğu üçün biz burada birinci mötərizənin içini həll edirik. 28 üstünə gəlinsin 34. 8 üstə 4 12, 2 yazırıq bir yadda. 2 üstə 3 6, o da 2. Daha doğrusu o da 1 eləyir 6. 62. İndi isə mötərizənin içini həll elədik. Bölmə əməlini yerinə yetiririk. 62-ni bölürəm 2-yə. 6-nı 2-yə bölərkən 3 edir. 3 2-nin 6. 2-ni 2-yə bölürəm 1 edir. Cavab edir 31. İndi isə 100-dən bu 31-i çıxıram. 100 çıxılsın 31. 0-dan 1 çıxmaq olmur. 10-dan 1 onluq alıram. Eləyir 10. 10-dan 1 çıxanda 9. Burada da 9 qalmışdı. 9-dan 3 çıxarkən 6 edir. Cavab 69.
Da isə 26-nı birinci vururuq 3-ə. 3 6-dan 8, 8 yazırıq 1 yadda, 3 2-nin 6, o da 1, 7. 77-ni də 7-yə bölürəm. 7-ni 7-yə bölərkən 1 edir, 1 7-nin 7. 7-ni 7-yə bölürəm 1 edir. Deməli 26-nı vurduq 3-ə 78 etdi, 77-ni də 7-yə böldük 11 etdi. İndi isə 78 ilə 11-i toplayırıq. 8 üstə 1 9, 7 üstə 1 8, cavab 89 edir. Burada isə çıxma, vurma, bölmə olduğu üçün birinci vurmadan başlayırıq. 42-ni vururam 2-yə, 2 2-nin 4, 4 2-nin 8 edir. 84-ü də bölürəm 6-ya, 8-i 6-ya böləndə bir dəfə düşür, 1 6-nın 6, 8-dən 6-nı çıxıram 2, 2 6-ya bölünmədiyi üçün 4-ü gətirirəm, 24-ü 6-ya bölürəm 4 edir, 4 6-nın 24. Cavab 14 edir. İndi isə 120-dən 14-ü çıxıram. 120 çıxılsın 14. 0-dan 4 çıxmaq olmur. 10-dan 4 çıxıram 6 edir. Burada isə 1 qalmışdı. 11-dən 1-dən 1-i çıxıram 0. İndi isə 120-dən 14-ü çıxıram. 0-dan 4 çıxmaq olmur. Buradan bir onluğu götürürəm. 10-dan 4 çıxanda 6 edir. Burada 1 qalmışdı. 1-dən də 1 çıxıram 0. 1 də yazıram burada. Cavab edir 106. İsə 4-cü tapşırığa keçirik. 30-u burada 3-ə böləcəm. Birinci yazacağım burada. 30-u 3-ə bölürəm. 3-ü 3-ə bölürəm 1 edir. 1 üçün 3. 3-dən 3 çıxıram 0. Burada 0 qaldığı üçün 0'ı yazıram burada. İndi isə burada A-nın yerinə 30'u qoyacağım. 30'u 5'ə bölürəm. 30'u 5'ə bölürəm 6 edir. 6'nın üzərinə də bu 2'ni gəlirəm. Edir 8. Yenə 75'i qoyuram bura A-nın yerinə. 75'i bölürəm 3'ə. 7'ni 3'ə bölürəm. 2 dəfə düşür. 2 üçün 6. 7'dən 6'nı çıxıram 1. Bu 5'i gətirib qoyuram yanına. 15'i də 3'ə böləndə 5 edir. 5 üçün 15. Cavab edir 25. İsə yenə 75'i A-nın yerinə qoyuram. 75'i 5'ə bölüb üstünə 2 gəlirəm. 75 bölünsün 5. 7'ni 5'ə bölərkən bir dəfə düşür. 1 5'in 5. 7'dən 5'i çıxıram 2 qalır. 5'i yanına gətirirəm. 25'i 5'ə bölürəm 5 edir. 5 5'in 25. 15 edir. 15'in də üzərinə 2 gəlirəm. 17. İndi isə yenə 90'ı A-nın yerinə qoyuram. 90'ı bölürəm 3'ə. 90 bölünsün 3. 9'u 3'ə bölürəm 3 dəfə. 3'ün 9. Bu 0 qaldığı üçün yanına qoyuram 30. 30'un da üzərinə 2 gəlirəm. Eləyir cavab 32. Burada 90'ı 3'ə bölmüşdüm. 30 eləmişdim. Bunu yazmamışdım. İndi isə keçirik səhvə 26'ya. Burada da yenə qalıqlı bölmə əməli yerinə yetirmək lazımdır. 3'ü 2'yə bölürəm. Bir dəfə düşür. 1 2'nin 2. 3'dən 2'ni çıxıram. 1 qalır. 7'ni gətirirəm. 17'ni 2'yə böləndə qalıqlı bölünür. 2'ni 8'ə vururam. 16. Qalıq 1 qalır. 7'ni 6'ya bölürəm. Bir dəfə düşür. 1 6'nın 6. 7'dən 6'nı çıxıram. 1 qalır. 5'i yanına itirirəm. 15'i 6'ya bölürəm. 15'i 6'ya böləndə 2 dəfə 2 6'nın 12 qalıq 3 qalır. 5'dən 2'ni çıxıram 3 qalır. 9'u 7'yə bölürəm bir dəfə. 1 7'nin 7. 9'dan 7'ni çıxıram 2 qalır. 4'ü gətirirəm yanına. 24'ü 7'yə bölürəm.
3 7-nin 21. 4-dən də 1 çıxıram, 3 qalır. 3-ü 3-ə bölürəm bir dəfə, 1 üçün 3. 3-dən 3-ü çıxıram 0, 8-i 3-ə bölürəm. 8-i 3-ə bölünəndə 2 dəfə düşür, qalıqda qalır. 2 üçün 6, qalıq 2. 5-i 4-ə bölürəm bir dəfə, 1 4-ün 4. 5-dən 4-ü çıxıram, 1 qalır. 7-ni gətirirəm yanına. 17-ni 4-ə böləndə 4 dəfə düşür. 4 4-ün 16. 1 qalır. 6-nı 5-ə böləndə 1 dəfə düşür. 1 5-in 5. 6-dan 5-i çıxıram 1 dəfə. 2-ni yanına gətirirəm. 12-ni 5-ə böləndə 2 dəfə. 2 5-in 10. Qalıb 2 qalır. 7-ni 4-ə bölürəm. 1 dəfə düşür. 1 4-ün 4. 7-dən 4-ü çıxıram 3. 7-ni gətirirəm yanına. 37-ni 4-ə bölürəm. 4-ü 9-a vuranda 36 edir. 37-dən də 36-nı çıxıram. Qalır 1 qalır. 6-nı 2-yə bölürəm 3 dəfə. 3 2-nin 6. 6-dan 6-nı çıxıram 0 qalır. 1 gətirirəm bura. 1 2-yə bölünmədiyi üçün bura bir 0 atırıq. Qalıqda 1 qalır. 7-ni 7-yə bölürəm. 1 dəfə. 7-dən 7-ni çıxıram 0. 3-ü gətirirəm bura. 3 7-yə bölünmədiyi üçün bura bir dənə 0 atırıq. 73 bölünsün 7. 10 qalıq 3. 5-i 5-ə bölürəm bir dəfə. 5-dən 5-i çıxıram 0. 4 5-ə bölünmədiyi üçün bura bir 0 atırıq. Qalıqda yenə 4 qalmış olur. 4-ü 4-ə bölürəm bir dəfə. 4-dən 4 çıxıram 0. 3 bura qaldığı üçün 4-ə bölünmədiyi üçün yanına bir 0 atıram. 9-u 3-ə bölürəm 3 dəfə. 9-dan 9-u çıxıram 0. 1 gətirirəm bura. 1 3-ə bölünmədiyi üçün 0 atıram. 8-i 4-ə bölürəm 2 dəfə. 2 4-ün 8. 8-dən 8 çıxıram 0. 2-ni gətirirəm bura. 2 4-ə bölünmədiyi üçün bura bir 0 atıram. 3-ü 3-ə bölürəm bir dəfə. 1 3-ün 3. 3-dən 3 çıxıram 0. 2-ni gətirirəm bura. 2 3-ə bölünmədiyi üçün bura bir 0 yazırıq. Şirniyyatçı günortaya qədər 87 paxlava bişirdi. O, hər qutuya 8 paxlava qoydu. Cəmi neçə qutu oldu? 87-ni 8-ə bölürəm. 8-i 8-ə bölürəm bir dəfə. 1 8-i 8. 0, 7 8-ə bölünmədiyi üçün 0 yazıram. Deməli, cəmi neçə qutu oldu? 10 qutu olur. 7 qutu isə, daha doğrusu 7 paxlava isə artıq qalır. Cavab 7 yazırıq. Aynur albomu bəzəmək üçün uzunluğu 1 metr olan lentdən əvvəlcə 58 santimetri kəsdi. O, qalan lenti isə 3 bərabər hissəyə böldü. Alınan hər hissənin uzunluğu neçə santimetr oldu? 1 metrimiz bilirik ki 100 santimetrdir. Deyir, Aynur əvvəlcə 1 metr olan lentdən 58 santimetr kəsdi. Ona görə 100-dən 58-i çıxıram. 0-dan 8 çıxmaq olmur. Bir onluğu götürürük. 10-dan 8 çıxıram. 2 qalır. 9-dan da 5 çıxıram. 4 qalır. 42. Sonra isə deyir, o qalan lenti isə 3 bərabər hissəyə böldü. Qalan lentimiz 42 olduğu üçün 42-ni bölürəm 3-ə. 4-ü 3-ə böləndə bir dəfə. 1 3-ün 3. 4-dən 3 çıxıram 1. 2-ni gətirirəm yanına qoyuram. 12-ni 3-ə böləndə 4 edir. Cavab 14. Bankada 20-dən çox 30-dan az kürəcik var. Elxan bu kürəcikləri 2-2 yaxud 3-3 qruplara ayırdıqda artıq kürəcik qalmır. Bankada neçə kürəcik var? Deməli 2-2 ayırdıqda və 3-3 ayırdıqda artıq kürəcik qalmırsa,
və 20-dən çox 30-dan kiçikdirsə, deməli bu ədədimiz bizim 24-dür. Çünki 24 2-yə də qalıqsız bölünür, 3-ə də qalıqsız bölünür. Yoxlayaq. 24-ü 2-yə bölək. 2-ni 2-yə bölürəm bir dəfə. 1, 2-nin 2, 2-dən 2 çıxıram 0. 4-ü də 2-yə bölürəm 2. Həqiqətən də 24-ü 2-yə böldüm, qalıqsız qaldı. İndi isə 3-ə bölək. 24-ü 3-ə böləndə 8 edir. 3, 8-in 24. Deməli, bizim axtardığımız ədəd 24 imiş. Elxan kürəcikləri 5-5 qruplara ayırarsa neçəsi artıq qalar? 24-ü də 5-ə bölürəm. 4 dəfə düşür, qalıq isə 4 qalır. Neçəsi artıq qalar dediyinə görə 4-ü artıq qalır.